Salam. Bugün Füzulinin bir şeiri haqqında danışacağıq ki, şəriət sahəsində olan bəzi şeylər vardı. İndi bəziləri onlara müqəddəs də deyirlər ki, deyil. Onlara təpinir. Təsbih kimin, səccadə kimin, nə bilmirəm, məzinin azan verməsi kimin, minbər kimin və çalışacağım izah edeyim ki, bu nə üçün belə kəskin tənqid edir bunları. Amma onu izah eləmədən öncə bunu deyim ki, biz İslam dünyasında 3-4 maksimum bütöv hərəkatlar tanıyırıq. Məsələn, tutalım ki, məzhəb tanıyırıq, Şiə, Sünni. Elə Şiənin özünə gələndə çoxları bəlkə bilməyək ki, o Şiə ki, məsələn, Azərbaycanda, İranda, İraqda vardı. 12 imama qaildilər onlar. Bunlar Şiələrin dünyada yarısını təşkil edir. Təxminən 16-17% məsələn, İsmailiyyə firqəsidir. Daha çox Pakistanda, Hindidədirlər bunlar. Bunlar düşünürlər ki, İmam Cəfər Sadiqdən sonra onun oğlu İsmail imamdır. Yəni, məsələn, Azərbaycanda ya İranda olan Şiələrdən tamamilə fərqli imamlara qaildilər. Ya, məsələn, Zeydiyyə vardı, bu həmən Yəməndə bu Husilər falan. Bunlar düşünürlər ki, 4-cü imamdan sonra ümumiyyətlə Zeydi gəlir, 5-ci imam olur və belə onlar davam edirlər. Ondan sonra Ələvilər vardılar. 12 imamlıdırlar bunlar. Amma tamamilə bunların düşüncələri heç Şiə düşüncəsinə uymur. Yəni, demək olar ki, onları çoxları belə İslamla şamanizmi də səhv edirlər. Türklər heç vaxt tarix boyu şaman olmayıbdılar. Tənqriçi olubdular, tanrıçı olubdular. Baş tanrıları adı tanrıymış, tənqri deyirmişlər. Hər halda o inancılar üzərində qurulubdur. Hacı Bəktəş Vəlinin demək rəhbərliyinə haçan olubdur. Təxmini demək olar ki, Monqolların İrana, Türkiyəyə hücumundan yaranıbdır və onlar çox böyük bir nüfuza da malik idilər. İndi onlara Ələvi deyirik biz. Türkiyədə, Suriyada falan, Albaniyada, Amerikada böyük bunların icmaları vardı. Bir 30 milyondan çox əhaliləri vardı hər halda. Və belə. Məsələn, biz belə təsəvvür edirik ki, Nəsimidir, Füzulidir, bunlar sufi imişlər falan. Qəti belə deyil. Nəsimi bütün qəzəllərində harda sufi adı çəkir, ona çox kəskin hücum eləyir. Hətta deyir, şeytanın bilmədiyini bu sufilər bilirlər. Dəfələrlə sufilərə səfasız deyir, hoqqabaz deyir. Füzuli kəskin tənqid eləyir onları. Sufiyə şəyyat deyir, yəni hoqqabaz, fırıldaqçı sufi. Yəni, bu inancılar arasında da həmişə, ümumiyyətlə, biz hətta Mövlaniyə sufi deyirlər. Sizə deyim ki, Mövlananın öz şəhərində yaşayan, demək ki, Qonəvi adında bir, indi biz sufi deyirik. Bunlar heç vaxt sufi olmayıblar. Çünki Mövlana özü sufiləri çox kəskin tənqid edir. Bunların şagirdləri hətta baxmayaraq ki, sufi deyildilər, amma daha belə sizə deyim ki, o sufilərin yumuşaq bölümünə aiddirlər bunlar. Bunların şagirdləri bir-birindən qanlı bıçaq olubdular. Və bizim həm Osmanlı dövründə, həm Səfəvi dövründə sufi qırğını olubdur. Bunlar dövlət yıxıbdılar. İndi sufi o şey ki, biz təsəvvür edirik deyil. Yəni, o adamlar ki, gedirlər 40 gün xəlvətdə olurlar, nə bilim, şeir deyirlər, səma eləyirlər falan. Qətiyyən belə bir şeylər deyil.
Sufilər dövlət yıxıb dövlət qurubdular. O cümlədən Səfəvi dövlətini qurubdular və çox az müddət sonra elə həm Şah İsmayıl Səfəvi, həm Şah Təhmasib düşdülər ki, bunlar ümumiyyətlə dövlət yıxıb dövlət quran və qudurğan bir xalqdılar, bir tayfadılar və Şah Abbas zamanı sufi qırğını oldu. Çox minlərlə sufini İranda qırdı o. Nadir Şah gələcəyin çox Sistanda ya Xurasanda minlərlə sufini diri-diri gömdüyünü də hətta tarixdə yazır. Və ondan sonra Qacarlar dövründə biz görürük ki, Qunabadi dərvişlərini, sufiləri kəskin qırıbdılar. Osmanlıda belə olubdur. Elə Osmanlıda Osmanlının özünün yaranması və pərçimlənməsində, möhkəmlənməsində böyük rolları olubdur. Həmin bu Hacı Bəktəş Vəli baxmayaraq ki, bunlar təxmini demək olardı şiə, yəni şiə demək olmaz bunlar əslində. Bütün ritualları, həyat tərzləri, düşüncələri tamamilə fərqli bir şeydir. Yeni çərini bunlar qurubdular. Yəni ordu Hacı Bəktəş Vəlinin demək ki, onu özünə rəhbər tutur, onun sözlərini özünə rəhbər tutur. Amma Sultan Səlim zamanı böyük bir qırğın onların əleyhinə həyata keçirildi. 4-cü Murad zamanı eyni ilə və 2-ci Mahmud nəhayətən onları bəzilərini, rəhbərlərini öldürdü, bəzilərini sürgün elədi və ondan bu tərəfə qeyri-qanuni elan elədi. Bəktəşi yəni. Və bunların da öz tarixləri vardı. Baxmayaraq ki, Füzuli, Nəsimi, Mövlana və başqa şairlər ilk yarandığı formada bəzi sufi təriqətlərin bəzi düşüncələri və adətlərinə bunlar özləri də uyurlar. Məsələn, Hafiz Şirazi İranda ya Füzuli ya Nəsimi bizim şairlər bunlar daha çox həm məlamətiyyə, həm Qələndəriyyə, hər ikisi də elə demək olar ki, bu sufi təriqətlərinin təxminən demək olar hamısı İranın şimal şərqindən, bu Əfqanistandan, Xurasan bölməsindən çıxıbdır, təxminən demək olar hamısı. Və daha bəziləri bunların məlamətiyyə kimi ya Qələndəriyyə kimi baxırıq ki, bir xeyli Hind dinlərindən, ayinlərindən və Hind mədəniyyətinə aid olan və Budizmdən, Hinduzmdən bir xeyli qatqı bunlarda vardı. Məlamətiyyə məsələn o adamlar ki, heç vaxt istəmirlər xalq bunlara yaxşı baxsın və çalışırlar ki, xalqın gözündə pis görsəlsinlər. Qələndəriyyə də elə belədir. Üçün belə düşünürlər ki, dünyada ən pis bir şey riyakarlıq və qürurdur. Sözümün qısa məzmunu bu ki, dinlər, hələ biz indi bu İslamda məzhəblərdən danışdıq. Ya məsələn, şəriətlə təriqət, yəni ariflərlə mollaların arasında savaş var. Ariflərin öz arasında, sufilərin öz arasında qırğından danışdıq. Hətta lap detallarına geçsək belə daha da siz görəcəksiniz ki, nə qədər fikir ayrılıqları və hətta qanlı müharibələrə və qanlı qalmaqallara çevrilmiş hadisələr vardı tarixdə. Həmin bu sufilər, həmin bu ariflər arasında. Demək, Nəsiminin sufilərə hücumu ya Füzulinin sufilərə hücumu səbəbsiz deyil.
Yəni bizim o təsəvvürümüz ki vardı sufilikdən, nə bilmirəm, bu təriqətlərdən falandan, bunlar o qədər də gül-bülbül deyildir. Türkiyədə ya başqa bir yerlərdə Fuzulinin öz dini inancları haqqında tartışmalar vardı. Bəziləri onu hətta sünni də deyir. O çox zəif ehtimalı vardı. Çox zəif ehtimalı vardı. O çox güman ki 12 imamlı Şiə və hətta Ələvilərə də bağlı olmayandı. Baxmayaraq ki, həmin bu Ələvilər, həmin Bəqtaşiyə firqəsindən yaranmış Ələvilər, bunların 7 ulu ozanı ya 7 ulu dədəsi vardı. Fuzuli onların biridir. Yəni Nəsimidir, Fuzulidir. Bunlar o 5 dənə başqa şairlə və ariflə yanaşı bunlara 7 ulu ozan deyirlər. Onlar üçün bunların sözləri müqəddəsdir. Gedək indi Fuzulinin bu tənqidi şeirinin izahını birlikdə şeiri oxuyum, düzgün oxunuşu və izahını sizə edim. Könül, səccadiyə basma ayağı, təsbihə əli urma, namaz əhlinə uyma, onlar ilə durma, oturma. Könül, səccadiyə basma ayaq. Səccadə yerə sərilmişlər, onun üstündə namaz qılırmışlar. İndi də vardı elə. Şiələrdə daha çox var. Könül, səccadiyə basma ayağı, təsbihə əl urma. Urma yəni vurma. Təsbihə əlin təsbihə vurma. Namaz əhli ilə uyma, onlar ilə durma, oturma. Əcilib səcdiyə salma fərağət tacını başdan. Yəni səcdiyə əyilib, fərağət, rahatlıq tacını başından salma. Yəni əylərsən o fərağət tacı, o dincilik tacı, sizə deyim ki, fərağət budur ki, yəni sən hər şeyi boş verirsən. O bir tacıdır. O, yəni hər şeyi boş vermək insanı padişah edir. İnsan heç zatdan asılı olmur. Deyir ki, əyilsən səcdiyə, o tacın düşəcək başından. Vuzudən su səpib, rahət yuxusun, gözdən uçurma. Yəni, vuzu dəstəmaz almaq üçün su istifadə edib, gözündən rahat yuxunu uçurma. Sakın pamal olursan buraya tək məscidə girmə. Ehtiyatlı olursan ki, buraya kimin? Buraya yəni həsir. Qamışdan da oxuyurlar. Ayaq altına düşürsən, pamal olursan. Məscidə girmə. Çünki məscidləri keçmiş həsirlə döşüyürdülər. Deyir ki, burada buriya ilə riya sözündə də baxsaz adamın tez beyninə riya sözünü gətirir, buriya sözü. Deyir ki, həsir kimi məsciddə gedib oturmacına, çünki ayaqlar altında əzilərsən. Vəgər naçar girsən, onda minbər kimi çox durma. Əgər çarəsiz olsan, məcbur olsan gedəsən məscidə, minbər kimi orada daha çox dayanma. Çünki minbər həmişə məsciddə olur. Müəzzin naləsin alma qulağı. Müəzzin yəni azan deyən. Bu onun azan demək formasını zarmaq kimi bu təqdim eləyir. Deyir, müəzzin naləsin alma qulağı, düşmə təşvişə. Cəhənnəm qapısını açdırma, vaizdən xəbər sorma. Yəni vaizdən heç bir xəbər soruşmaq ilə, çünki o ağzını açsa cəhənnəmin qapısı açılacaq. Vaiz yəni molla. Cəmaət izdihamı məscidə salmış şüdurətlər. Burada cəmaət, həm bütün bu təriqətlər, məzhəblər, bunları biz cəmaət deyirik. Bir də ki, qələbəlik. Cəmaət yəni cəmiyyət deyirik də. Yəni bir yerə toplanmış kütlə. İzdiham yəni qələbəlik.
Cəmaət izdihami məscidə salmış küdurətlər. Küdurət səfanın, saflığın tam əks mənasıdır. Küdurət üzrə lütf et, bir küdurət sən həm artırma. Yəni, lütf eləcinən, sən də meçidə gedib, o qələbəlığın içində, o küdurətin içində bir dənə də küdurət artırmacın. Xətibin sanma sadiq məscidin. Yəni, məscidin xətibini, xətib yəni xütbə deyən molla. Sadiq bir adam, sədaqətli bir adam olduğunu sanma. Qövli ilə feil etmə. Yəni, qövl yəni danışıq. Feil yəni əməl. Yəni, onun dedikodusu ilə, onun sözü ilə, söhbəti ilə, əməl eləməklə, ona uyma. Onun dediyi kimi hərəkət eləmə. İmamın sanma ağıl. Yəni, məscidin imamını ağıllı bir adam sanma. İmam da o adamdır ki, dayanır, cəmaat onun dalınca namaz qılır. İmamın sanma aqil, ixtiyarın ona tapşırma. Fuzuli bəhrə verməz taəti naqis, nədir cəhdin? Deyir, Fuzuli. Taət yəni ibadət eləmək, naqis yəni yarımçılıq ibadət. Deyir, yarımçılıq ibadət bəhrə verməz, səmərəsizdir. Niyə cəhd edirsən boş yerə? Kərəm qıl, yəni lütf elə, yaxşılıq elə, zərq-i taət surətində həddən aşırma. Zərq yəni riyakarlıq, taət yəni ibadət eləmək, surət yəni zahiri. Məsələn, tutalım ki, o adamlar ki, namaz qılırlar, ya rituallar vardılar, tutalım ki, oruç tutur. Biri bunun zahiri oruç tutmaqdır, ya namaz qılmaqdır, biri də batinidir. Zahiri budur ki, sizə deyim ki, şəriət mollaları nə deyirlər, o cür eləyirsən. Bu mənada ki, məsələn, oruç tutmaq, budur ki, səhər gün çıxmazdan öncə, şəfəq sökməzdən qabaq, heç nə yeməyəsən axşama qədər. Bu oldu zahir, ya namazda da belədir. Ya Quranın özü də bir dənə zahir bir anlam vardır. Və təriqət insanlarının, yəni ariflərin, sufilərin, bu qədər şəriət insanları, yəni mollalarla tartışmasının da bir səbəbi budur ki, Quranın çox az bir hissəsi şəriətlə bağlıdır. Daha çox irfani və mənəvi bir kitabdır. Ancaq mollalar və şəriət şərhçiləri həmişə bunu manipulyasiya edibdilər və həmişə bundan istifadə edibdilər və sufilərə qarşı, şairlərə qarşı, hətta başqa məzhəblərə qarşı böyük cənglər və qanlı savaşlar tərtib edibdilər, qışqırdıbdılar xalqı, başqa xalqa. Bu da yalnız İslamda deyil, bütün dinlərdə bu var. Hər halda bu surət sözü yəni zahiri. Kərəm qıl, zərq-i taət surətində həddən aşırma. Yəni, çalış zahiri və riyakar taətlə özünə ona bunu göstərməyin həddini aşırmayasan.